İzləyicilər, bugün qəhrəmanlar deyərək Biləsuvarın Xırmandalı kəndində vətən uğrunda torpaqların 80%-ni qoruyub qəhrəmanlarımızdan Ceyhun Məhərrəmovu ocağında yox, Ceyhun Məhərrəmovun atası bugün dünyasını dəyişdi. Allah ruhunu şad eləsin. Biz özümüzə borc bildik ki, gələk çəkək, işqilandıraq. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Dediyim ki, hal-hazırda bugün Ceyhun Məhərrəmovun ocağında yox, Ceyhun Məhərrəmovun atası dünyasını dəyişdiyi üçün özümüzə borc bildik, gələk çəkək, işqilandıraq. Allah ruhunu şad eləsin. Allah ruhunu şad eləsin. Ceyhun bizim dəyərli vətən uğrunda canından keçən qəhrəmanımız olub. Torpaqların 80%-ni qoruyub saxlayan igidlərdən də biri. Özü də Xırmandalının ilk şəhidi Ceyhun Məhərrəmov olub. Atası başımızın tacı olub. Vətən uğrunda övlad qurban verib. Bugün də dünyasını dəyişdiyi üçün özümüzə borc bildik. Gələk çəkək, işqilandıraq. Siz istəyərdik ki, bir yaxını kimi ağsaqqalın hansı xatirələri, necə bir qohum kimi, yaxın kimi, necə bir insan olduğu kimi sizdən söz götürək. Buyur. Babam Məhərrəm. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Xeyirxalq adam olub, mömin adam olub. Allah rəhmət eləsin. Bir baba kimi də yaxşı baba olub da. Yaxşı baba olub. Allah ruhunu şad eləsin. Qardaşımız hərbçi olub, vətənə qulluq eləyən bir igid olub. Bu günlərdə vaxtı bitəndən sonra belə deyək, hal-hazırda da yəni vətənimiz üçün can qurban vermək olarsa, yenə də canla başla, özü də dilindən deyəcək, qulluğunda olmağa vətən hazırdır. İstərdik ki, elə qardaşımızdan da bir iki kəlmə götürək. Elədir. Allah bütün şəhidlərə rəhmət eləsin. Baxıram ki, maşın üstündə şəhidlərin şəklini vurubsan, Allah onların ruhunu şad eləsin. Daim də şəhid olub, 1-ci Qarabağ müharibəsində. Məhərrəm babam da həmişə, mənim o bir babamı da görməmişəm. Məndən anadan olmamışdan qabaq rəhmətə gedib, bizim üçün ağsaqqal olub. Bugün dünyasını dəyişdi. Allah ruhunu şad eləsin. Çox gözəl baba olub. Baba kimi gözəl bir baba olub, vətənə də oğul yetişdirib, vətənin dar günündə 80%-in həmişə mərd kişi olub. Əlbəttə. Fəxr eləmişik ondan. Allah rəhmət eləsin. Allah ruhunu şad eləsin, Allah cəm ölənlərə rəhmət eləsin, qalanlara da salamat can versin. Qardaş, buyur, siz də nəyisiniz, siz də bir iki Mən də babasıyam, şəhidlə də mənə qoyublar, Allah rəhmət eləsin. Allah köməyiniz olsun ki, çəkirsiniz, yerliksiniz. borcumuzdur bizim. Allah köməyiniz olsun. Allah cəm şəhidlərimizi rəhmət eləsin, Allah qazilərimizə şəfa versin. Sən də bir kənd sakini kimi yalçın, bir iki kəlmə deyək. Ben de koşuyorum. Allah rahmet eylesin. Şehidimizin atası. Allah bütün cem şehitlerine rahmet eylesin. Katillerimize saf can versin inşallah. Amin. Allah rahmet eylesin. Allah rəhmət eləsin, axır qəmimiz olsun. Atoz həqiqətən də qəhrəman bir ata olub, övladı 80% torpaqların qurban verib, canın qurban verib, torpaqların silahın olmayan dövründə sinəsini qarşıya verib, torpaqların 80%-ni qoruyub saxlayan igidlərdən olub. Bugün də Məhərrəm kişi həqiqətən bu kənddə bir kənd ağsaqqalı kimi hörmətli bir kişi olub. Vətən uğrunda övlad qurban verən ata həqiqətən də vətənin sevən, xalqın sevən bir kişi olar. Bugün istərdik ki, onun övladı kimi bu günləri biz sizdən də bir iki kəlmə götürək. Buyur. Mənim atam 1-ci Qarabağ müharibəsi Biləsuvarın ilk şəhid atasıdır. Oğlu Ceyhun Məhərrəmov Biləsuvaranda rəhmətli İvadla Dəmirovdan bir yerdə şəhid olublar 1992-ci ilin iyun ayında. Məhərrəm kişi də çox atam olmana baxmayaraq çox vətənpərvər, qayğıkeş bir insan olub və vətənin keşiyinə göz qırpmadan özü son beşiyini göndərdi. İndi iş belə gətirdi ki, yəni bunun yaxşı idi vəziyyəti. Bir 10-15 gün içərisində vəziyyəti pisləşdi. Yəni sağ olsun həkimlər, yəni başda Fatma xanım olmaq şərti ilə çoxlu yardım elədilər, nəsə həyata qaytıra bilmədik. Yəni öz oğlu Ceyhuna qovuşdu. Bəli, bu günləri şəhid övladına getdi, qovuşdu. Bəli. Allah şəhidimizin ruhunu şad eləsin. Allah sizlərə səbir versin, Allah yaxınlarına səbir versin. Əlbəttə, ölüm haqdır, hər bir həyatda, hər bir evdə o ölüm, yəni şərbətin hər bir insan içəcək. Ancaq bu günləri həqiqətən də sizin Atoz vətən uğrunda övlad qurban verib. Bugün belə deyək, torpaqların 80%-ni qoruyub saxlayan igidlərdən də biri sizin qardaşınız Ceyhun Məhərrəmov olub. Allah ruhunu şad eləsin. Bugün atası da haqq dünyasına qovuşdu, gedib övladına qovuşdu. Allah ruhunu şad eləsin deyirik. Allah sizin də köməyiniz olsun. Belə çəkib işlandırırsınız. Borcumuzdur bizim.
Allah Deyirəm sizi həmişə şəhid ailələrinə yaxından iştirak edirsiniz, çəkirsiniz. Allah sizlə var eləsin. çox sağ ol. Allah sizlə qorusun. Təşəkkür edirəm. Allah ruhunu şad eləsin. Sağ ol. Siz də bir oğul üçün bir kəlməsi olmasa. Allah ruhunu şad eləsin. Allah rəhmət eləsin. Var olasınız. Allah sizləri var eləsin. Var olun. Borcumuzdur, var olasınız. Dediyim kimi hal-hazırda bu gün qəhrəmanlar diyarı Biləsuvarın Xırmandalı kəndində vətən üçün canından keçən təki vətən sağ olsun deyən Ceyhun Məhərrəmovun ailəsindir. Ceyhun Məhərrəmovun atası bu gün dünyasını dəyişdiyi üçün biz də özümüzə borc bildik, gələk çəkək, işıqlandıraq. Allah rəhmət eləsin. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Qazilərimizə şəfa və etiranlarımıza can sağlığı versin. Ağsaqqal da götürək. Bax, ağsaqqalımız da yeriyə bilməsə də, ancaq bugün şəhidimizin atasının hüzurunda iştirak etmək və dəfnində iştirak etmək şəhidimizin əmsidir. Allah can sağlığı versin.